Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Maraqlı bir sualla qarşınızdayıq bu günlərdə. Deyir, sinüs x kökdür, sinüs x bərabərdir, kökdə 3 bölü 2 tənliyini həll eləyin deyir. Uşaqlar, əslində bu tənliyin daha variantlı şəkildə veriləndə daha təsəlli eləmək olar. Necə? Baxırsan ki, sinüs bu qiyməti hansı bucaqda alırsa, deməli cavabda həmin bucağı tapmalısan. Amma açıq suallarda bu şəkildə yazılmalıdır ki, deməli sinüsün deməli tənlik kökdə belə yazılır ki, x bərabərdir -1 üstü k arc sinüs a üstə gəl pi k şəklində. Biz yazırıq -1 üstü k arc sinüs bizdə a-nın yerə kökdə 3 bölü 2-dir. Yəni kökdə 3 bölü 2 üstə gəl pi k. Bundan sonra nə alınır? Bundan sonra alırıq -1 üstü k arc sinüs kökdə 3 bölü 2 nə verir mənə? Pi bölü 3. Yəni pi bölü 3 plus pi k-da qalıb özünə dövürlər. Deməli siz variantda nəyi götürəcəksiniz? Variantda bu hissə olanı nədir? Götürəcəksiniz və doğruda olacaq. Uşaqlar, video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avand olsun. Hələlik.